İnsanların çoxu bilirsiniz necədir? Yəni bir müsəlmanda bir mənfi bir hərəkət görən kimi onu İslam dininə bağlayırlar. Misal üçün mən müsəlmanam. Məndə hansısa bir xətanı, səhvi görürlər. O dəqiqə düşünürlər ki, o dəqiqə düşüncələrinə gəlir ki, mütləq ki, İslam dini belədir. Halbuki mən səhv edirəmsə, xəta edirəmsə, edə bilərəm. Onsuz da insanam. Yəni mən də məxluqam. Mən də bəşərəm, nəfsim var. Günahı xətaya düşə bilərəm, bəli, edə bilərəm. Amma mən günah edirəmsə, o mənim problemimdir. O İslam dininin problemi deyil. Yəni bir müsəlman səhv xəta edirsə, onun naqisliyidir, onun zəifliyidir. Ola bilər onun Allah qorxusu zəifdir. Ola bilər onun Allah qorxusu azdır, imanı zəifdir. Günahlar eləyir, haramlar eləyir. Yəni Allahın əmr və qadağalarına o qədər diqqət eləmir. Amma sən o müsəlmana baxıb onu İslama bağlamayacaqsan ki, İslam dini belədir. Yoxsa İslam dini ona elə olmağa əmr eləməyib. İslam dini onu etməyə əmr eləməyib. İslam ona qadağan eləyib. O edir naqisliyindən dolayı.